İranın və Bakının gündəminin bu qədər belə deyək də fəlakətli olduğu bir dönəmdə bizim televiziyalarda axır vaxtlar sanki bəhsə girərcəsinə əxlaqsızlığı maksimum şəkildə təbliğ etməyə başlayırlar. Əvvəllər insanların pıçıltı ilə bir-birinə dediyi sözlər indi müğənnilərin ifasında çox rahat bir şəkildə həyat tərzi olaraq bizim evlərimizə belə deyək də servis edilir. Biri deyir, xəyanət eləmişəm ərimə, yaxşı eləmişəm, o mənə eləmişdi, mən də onu eləmişəm və bunu açıq şəkildə efirdə deyir. Ərimə mi, sevgilimə mi fərqi yoxdur. Son bir başqası deyir, mən evli bir adamdan uşaq dünyaya gətirmişəm. Bir başqası deyir ki, küsəndə sevgilim, yəni evli sevgilim mənə belə deyək, bahalı hədiyyələr almasa, onunla barışmaram. Yəni bu sayaq videoların sayı, dəyərli izləyicilər, axır vaxtlar pik həddə gəlib çatıb. Əvvəl sənəti ilə, klipi ilə, nə bilim, YouTube-da baxışı ilə, izlənməsi ilə fəxr eləyən manısçıqlar indi bilirsinizmi nə deyirlər? Məni saxlayan daha yaxşı saxlayır. Məni saxlayan mənə daha yaxşı maşın alır. Bəli, mən evli adamdan uşaq dünyaya gətirmişəm deyəcək qədər də belə şəslə bunu efirdə, necə deyərlər, 10 milyonun gözü qarşısında etiraf edirlər. Kanallar da sanki bəhsə giriblər. Tolikdir, Zaurlardır, nə digər başqaları da o veriş, o sayaq müğənniləri demək, qonaq etdikləri verilişlər var. Sanki kim daha çox rəzillik eləyə bilər? Biri yıxılır yerə, biri bambıllıq eləyir, o birisi deyir ki, mən yaxşı eləyirəm, bunu eləyirəm və s. Mən bu videolardan bir neçə dəqiqəni sizin nəzərinizə çatdıracağım. Çoxunu da açıq heç tanımırdım bu ana qədər, amma xəbərlər, saytlardakı xəbərlərə, onun mövzusuna çevriləndən sonra bəlli oldu ki, sən demə bunlar da hardasa müğənnilik yedirmişlər. Baxın, nə deyir bu qadın, nə deyir o biri qadın, onu izləyək bərabər, sonra mənim də sizə deyəcəklərim olacaq, dəyərli izləyicilər. Hiç xəyanət etmirsənmi? Mənə xəyanət olunandan sonra etmişəm. Necə yəni? Xəyanət yaşamışam, xəyanət eləmişəm. Acıq çıxmırsan ondan. Ruhum sakitləşsin. Eləmişəm, yaxşı da eləmişəm. Şabə, bu sən sevdiyin insana qarşı olur. Bəli, çox sevdiyim insan mənə xəyanət eləyib, mən də ona cavab olaraq eləmişəm. Necə ola bilər bu? Əlbəttə ki, ondan sonra yollarımız ayrılıb, qəbullanmamışam. Yəni, geri dönüşü olmuyor. Əsəbi xanımdan o qorxulur. qapını bağlamışam. Ya mən varam, ya da mən yoxam. Mənim xarakterimdir. Və ilkindən də deyirəm ki, xəyanət olunacamsa, xəyanət eləyəcəksənsə, onu toxun da, mən yoxam onda. Get öz həyatını yaşa. Amma mən varamsa, heç kəs ola bilməz. Və son necə oldu? Elə xəyanət evdə ona bir bir qutardı. Yox. Davam elədi o xəyanət. Barışdıq. Barışa mən insanın üzünə gülə-gülə cavab verməyi çox sevirəm. Birlikdə ola-ola da mən ona xəyanət elədim və bay. Mənim övladımın atası evlidir. Mən bunu danmıram və deyirəm. Və buradan yenə də deyirəm ki, o qıraqdan həyatda ən qınanılan, asan bir şey qınamaq, üzr istəyirəm. Qınamaqdır. Deyirsən ki, mənim uşağımın atası evlidir. Bu yanlış bir hərəkətdir. Yox, yanlış bir hərəkət. Bax, dəfələrlə deyirik, qeyri-rəsmi nikahdan uşaq dünyaya gətirməyin. Bu, hələm bunu etməyin bir tərəfə. Lalə Məmmədov bunu demək istəyir. Çıxıb efirdən deyirsiniz ki, bəli, mən başqasının həyat yoldaşından, başqasıyla rəsmi nikahda olan bir kişidən övlad dünyaya gətirmişəm. Bunu da deyirsiniz. Zar, mən yenə deyirəm, Çox mən sövməkdir. efirdə çıxıb ərim demirəm, nə də kiməsə acıq vermirəm. Məni bu yaşayışı yaşayıram, heç kim bilə bilməz ki, mən nə yaşayıram və mən nələr çəkmişəm və üzr istəyirəm böyüklərdən, hamiləlik dövründə nə streslər yaşamışam, ona heç kim deyəməz. Kənardan qınamaq çox asandır. İzlədinizmi, dəyərli izləyicilər? Ailə institutunu, cəmiyyətin, belə deyək də, əxlaqını, yetişən gənc nəslin tərbiyəsini beləcə məhv eləyirlər.
yavaş-yavaş çıxırlar ortaya və bir yavaş-yavaş etiraf edirlər. O gün biri var idi, Şəbnəm Qəhrəmanov, bilməm, o da belə bir başqa müğənni də var. O da dedi ki, mənim uşağımı mən qeyri-rəsmi nikahdan, münasibətdən uşaq dünyaya gətirmişəm. Onun da demək ki, uşağın da atası evlidir. Çox rahat şəkildə, yəni mən artıq bunu neçənci dəfədir ki, eşidirəm. Çox rahat bir şəkildə öz belə deyək də zamanında insanların pıçıltı ilə dediklərini, bir-birindən gizlədiklərini və yaxud da ki, yəni etiraf etməkdən çəkindiklərini bunlar artıq sinələrini qabağa verə-verə yaxşı eləmişəm, əcəb eləmişəm şəklində ortaya qoyurlar. Yəni nə ehtiyac var? Fikir versin, mən son 10 gündə 4-5 belə etiraf eşitmişəm bu müğənniciklərdən. Biri deyir, yaxşı eləmişəm, xəyanət eləmişəm, münasibətim olalı. Yəni, bununla fəxr eləyirlər. Bax, bu cür əxlaqsız. Bax, o birisi də var. Şəbnəmi var, vəfası var, osu var, busu var. Birisi də Şəbnəmlə vəfanın da davası, dalaşı var. Familya adında bir iş adamına görə və s. Yox, çirkinlik də diz boyuncadır. Hərəsinin də qoşa-qoşa cüt-cüt uşaqları var. Müğənniciklərin və onların uşaqlarının da ataları bir başqa qadının həyat yoldaşıdır. Yəni deyə bilərsiniz ki, bu qədər manıslarla niyə maraqlanırsınız? Yəni bizim həyatımız elə odurmu? Elə odur. Bütün günü açırsan televizor, onları görürsən. Gedirsən toya, onları görürsən. Açırsan reklamı, onları görürsən. Və bu adamlar necə deyirlər, bar-bar bağırırlar ki, mən bu cür həyat tərzini həm yaşayıram, həm də bununla fəxr edirəm. Xoşu gəlməyəndə baxmaz. Uzaq başda deyirlər ki, siz nə bilirsiniz ki, mən nə çəkmişəm. Dediyim kimi, baba, yavaş-yavaş bunu cəmiyyətin şuuruna, yetişən gənc nəslin, qızların beyninə toxum olaraq səpirlər. Niyə də yox? Biraz keçəndən sonra cəmiyyət bunu adiləşdirəcək. Cəmiyyətdə bu adiləşəcək. Qızlar fikirləşəcəklər ki, niyə də yox? O boyda filan kəs müğənni, onun da uşağının atası belə də evlidir. Nə var ki burada? Belə, burada nə var ki? İmam nikahı və s. və əlaxır. Biz belə deyək də biz sekulyar bir cəmiyyətdə yaşayırıq, amma hal-hazırda bunu bizim həyat tərzimizə çevirməyə cəhd göstərən manistlar var, dəyərli izləyicilər. Çox təhlükəli bir şeydir, biləsiniz. Yəni başınızı döndərib getməyin. Mən onlara baxmıram deməyin. Mən zaurları tanımıram deməyin. Mən filan kəsləri tanımıram deməyin. O ailə məişət verişləri var ki, belə gözlərinizi bərəldib bəzən baxırsınız. Desəm ki, bir siyasi debata, polemikaya baxın, baxmazsınız, amma onlara baxırsınız. Oradakı hekayələr var. Gəlinlər qaynatalarına qoşulur, qaçırlar. Qaynanalar belə də kürəkənlə eşq hekayəsi yaşayırlar. Nə bilim, baldız filan kəsə qoşulur, qaçır. Mənasız belə o bir ensest münasibətlər var. Onları ki, bizə cəmiyyətə təqdim edirlər. Biz baxırıq, ilk növbədə fikirləşirik, bəzi cəmiyyətin düşünən. Yəni, burada fikirləşik ki, ayama, biabırçılıq. Biraz keçmiş, yavaş-yavaş biri çıxır, ikisi çıxır, üçü çıxır, dördü çıxır. Fikirləşsən ki, hə də, bu cəmiyyətdə olur da və çox şey yerlərdə var, Türkiyədə də var və s. Beləcə normallaşdırdınız mı bunu? Proses budur. Proses bunun ki, məsəl, kimdənsə evli bir kişidən uşaq doğması deyil. Proses o birisinin öz nə bilim ərinə, sevgilisinə, bilmirəm kiminə xəyanət eləməsi deyil. Proses bunu belə də bizim ailə cəmiyyətimizin, ailə institutumuzun məhv edilməsinə hesablanmış bir strategiya olduğunu bilməmizdir. Bəli, bunlar, bu tip adamlar bizim ailə institutunun belə deyək də kökünə belə deyək bomba qoyurlar. Ki, yəni nə ailə institutu, kim nə istəyir, bax belə. Geylər çıxır, translar çıxır efirə çox rahat bir şəkildə. Bəli, ən populyar adamlar və s. qismində. Və beləcə cəmiyyətin bütün əhval-ruhiyyəsi yavaş-yavaş dəyişir və təhlükə həm də budur. Təhlükə təkcə müharibə deyil, təhlükə təkcə aclıq deyil, təhlükə təkcə sellin və belə bu dəqiqə yağan yağışın, normadan artıq yağan yağışın belə deyək ki, törətdiyi fəsadlar deyil. Sel gələcək, çör-çöpü aparacaq. Amma bu seldə, bu əxlaqsızlıq seli də bizim cəmiyyətin bütün dayaqlarını məhv eləyəcək. Bir də ayılıb baxacaq ki, 5-10 ildən sonra ay aman bizim gənclərimiz nə gündədir? Ay aman bizim ailələrimiz nə gündədir? Çünki ailə səhər açır kanalı bunu görür. Günorta ailə məişət verişlərində belə deyək də qaynanasına eşq elan edən kürəkənini, qaynatasından qaçan gəlini, nə bilim qaynına eşq elan edən qadını və s. bu tipli bu tipli əxlaqsız münasibətləri görür. Çünki o əhval-ruhiyyə ilə böyüyür, o əhval-ruhiyyə formalaşır onda və bir müddət sonra nəyə baxırsansa osan, həmin məntiqdir. Baxa-baxa da onlara bənzəməyə başlayır. Gerçəkdən də təhlükədir. Təhlükənin miqyasını hələ dərk eləməyənlər üçün zaman-zaman biz belə həyəcan təbili çalacaq. Bunlara elə bir ki, bir əmr verilib hardansa.
Ciddi deyirəm, bu təsadüf deyil. Sanki bir göstəriş verilib ki, gedin cəmiyyətin üstünəyi, gedin bu bütün əxlaqsızlıq toxumlarını yayın, hərə öz efirində, hərə öz kanalında çıxarın onları. Ya qoy danışsınlar, biri həcisindən danışsın, biri nə bilim nəyindən danışsın, sponsorundan danışsın. Çox rahat şəkildə. Mənim bir aylıq gəlirim elə təxminən 60-70 min manatdır. Soruşan yoxdur ki, necə, nə ilə? Biri deyir, mən gedirəm kabinetlərdə daha yaxşı pul qazanıram. Soruşan yoxdur ki, kabinetdə sən nə edirsən restoranın kabinetində ki, orada dəhşətli pullar qazanıram deyir. Yəni bilirsiniz nədir? Şura bunu artıq belə deyək də səpirlər insanların şuuruna. Hamının ağlı eyni cür deyil, hamının valideyni, bütün gənclərin valideynləri onları belə deyək də bütün gün nəzarəti onların üzərində olmaya bilər və gənclər səhv etməyə meyillidirlər, nümunələrə baxmağa meyillidirlər, lüks həyata aldanmağa meyillidirlər, parıltılı həyata özənməyə meyillidirlər ki, məndə də ondan olsun. Amma bu adamlar sübut eləməyə və bizim cəmiyyətimizə yaymağa çalışırlar ki, bax bu həyat tərzinin bədəli budur, bu əxlaqsızlıqdır. Bunu edin, yaxşı həyat tərziniz olsun. Bunu edin, Range Rover'iniz olsun. Bunu edin, Galinwagen'iniz olsun. Bunu edin, pullarınız aşsın, daşsın və s. Səsi yoxdur. Baxırsan ki, səs deyirəm, bundan danışmıyorum, ümumiyyətlə deyirəm. Və müğənniciklər var. Səsləri yoxdur ümumiyyətlə, yəni belə deyək, fonoqramla və s. Amma pul başından aşır, daşır. Bilirsən ki, burada başqa sıxıntı var. O sıxıntını da artıq heç kəs gizlədib eləmir. Çox açıq şəkildə deyir ki, yaxşı eləyirik, bacarana baş qurban, bacarmayanda geçsin dursun qıraqda. İndi bizim zamanımızdır. Və bu təhlükəni də heç kim, dediyim kimi yadından çıxarmamalıdır. Dəyərli izləyicilər, bu istiqamətdə müvafiq qurumlar, Teleradio Şurası hara baxır? Demək istəyirəm. Müvafiq qurumlar hara baxırlar? Və təbii ki, bizim ailələrimiz hərdən bu cür adamları öz toylarına çağıranda hərdən də fikirləşsinlər ki, kimi hara çağırırlar. Bu adamlar həmin o gənc nəsləmi xeyir dua verirlər. Özlərinin nəyi düzdür ki, demək o toya gəlib də gənclərə, yenicə ailə quranlara xeyir dua versinlər. Və bunlar təhlükəli məqamlardır deyirəm və ümid edirəm ki, bütün təhlükələrlə paralel olaraq bu təhlükəni də yaddan çıxarmayacaqsınız, dəyərli izləyicilər.